Salam uşaqlar. Deməli, danışırıq dəyişən cəryan bölməsindən 3-cü, 4-cü bölmənin izahını bir yerdə izah verəcəm. 3-cü bölmə sarğac olan dövrədir. Fərz edirik ki, dövrə sarğacdan ibarətdir. Sarğacın induktivliyi sarğac xarakterizə edən kəmiyyətdir. Sarğacın yaratdığı müqavimət nədir deyəndə induktiv müqavimət adlanır. İnduktiv müqavimət RL və yaxud da XL ilə işarə olunur. Düsturu omega L-dir. Omeganın yerinə 2pi nü və yaxud da omeganın yerinə 2pi bölünsün T vurulsun L qoymaq olar. Yəni induktiv müqavimət nədən asılıdır deyəndə, yəni düstura əsasən asılılıq götürürük. Cərəyan şiddəti nədən asılıdır deyəndə, sarğac olan dövrədən söhbət gedirsə, I bərabərdir U bölü XL yazırıq. U bölünsün XL-in yerinə omega L qoyuruq. Yenə buradan omeganı açırıq. 2pi nü L ya da U məxrəcdə 2pi bölünsün T qalxır yuxarı. L, yəni baxırsınız da burada misal üçün cərəyan şiddəti perioddan düzdür, nə bilim cərəyan şiddəti tezlikdən tərsdir, ona əsasən deyirsiniz. Gərginlik nədən necə asılıdır? U bərabərdir IR, yəni IXL yazırsınız, I omega L, yenə açırsınız, nədən necə asılıdır deyirsiniz. Deməli, sarğac bilirik ki, maqnit sahəsinə xarakterizə edirdi. Sarğaca dövrədən cərəyan axır, I və sarğac olan dövrədə I-nin törəməsi bizə U-nu verir. I-nin törəməsi U-nu verirsə, törəmə ilə U-nu tapdığımıza görə U I-ni pi bölü 2 qədər qabaqlayır. Yəni 90 dərəcə qabaqlayır. Misal üçün, model suallarda da indi buna toxunub, söhbət 2026-dan gedir. I-nin U-dan T-dən asılı qrafikini, tutaq ki, sinusoid verib, deyir U-nun T-dən asılığını tap. Baxırsan, bunun tənliyi I bərabərdir IM. Sıfırdan çıxdığına görə sinusdur və birinci rübə qalxdığına görə müsbətdir sinus omega T. Əgər sarğac deyirsə, deməli I-nin törəməsi U-nu verir. Bu tənlikdən törəmə tapırıq. U bərabər olur UM, sinusun törəməsi kosinus omega T. Deməli, burada kosinusoid götürürük. Belə. Deməli, güc söhbət edirsə, gücün düsturu P bərabərdir UI-dir. İndi biz burada birinə sinus, birinə kosinus versək, bilirik ki, misal üçün sinus 90 olsa, kosinus 90 olsa, yəni bu eyni bucaq üçün söhbət getsə bunlardan, biri 0 alacaq. Çünki sinusun maksimumu, kosinusun minimumu deməkdir. Onda ayrılan güc nəyə bərabər olacaq? 0-a. Eyni qaydada istilik miqdarı da 0 olacaq. 3 bölmənin 3-ünü də keçdiyimizə görə yekun deyə bilərik ki, aktiv müqavimətli dövrə var. Məsələ nümunəsi izah edirəm sizə. Tutum müqavimətli dövrə var. Tutaq ki, bu A1-dir, bu A2-dir. Və sonuncu sarğacdan ibarət dövrə var. Deyək ki, bu da A3-dür. Və bizə misal üçün deyə bilər ki, bu dövrələrdə nə bilim periodu dəyişdikdə, tezliyi dəyişdikdə filan I necə dəyişər. Deməli uşaqlar, bu aktiv müqavimətlidir, R-dir. Bu XC-dir, tutum, bu da XL-dir. Aktiv müqavimətlidə R-in düsturu ρL bölünsün S-dir. Tutum müqavimətlidə XC-nin düsturu 1 bölünsün omega S-dir. Bu da XL omega L-dir. Misal üçün, tezliyi period söhbət eləyirsə, aktiv müqavimətdə nə tezliyi, nə period olmadığına görə A1 heç vaxt dəyişmir. Bunlarda isə omeganın düsturuna tezliyi periodu gətirə bildiyimizə görə bunlar dəyişir. Yəni düstura əsasən yazıb baxırsınız ki, bir-birindən necə asılıdır. Yəni bu bölməmizdə başqa bir şey yoxdur. Burada rezistorun əvəzinə deməli ampermetrlərin əvəzinə lampalar da qoya bilər. Topluca ona aid suallar var. Və 4-cü bölmənin izahını verirəm. Tam müqavimət. Tam müqavimət deyəndə nə nəzərdə tutulur? Tutaq ki, deyək bizdə dövrədə həm rezistor var, həm kondensator var, həm sarğac var. Dəyişən cərəyan mənbəyi də belə arada dalğavari göstərilir. R, XC və XL. Tam müqavimət ya R-lə, R tam yazmaqla, ya da Z ilə işarə olunur. Tam müqavimətin düsturu R-in kvadratı üstə gəl, XL çıxılsın, XC-nin mötərizə kvadratı ilə tapılır. Tam müqavimətli dövrə hissəsində misal üçün bizə I-ni soruşsa, dövrədə ümumi U konstantdır təbii ki. Onda I bərabərdir, U bölünsün, R yazacaq, R tam yazacaq. Buradan da U bölünsün, R tamın yerinə yenə R-in kvadratı üstə gəl, XL çıxılsın, XC-nin mötərizə kvadratını qoyacaq. Sonra, deməli, dəyişən cərəyan mənbəyini də uşaqlar
Gərginliyi artırıb azaltmaq üçün istifadə olunan bir qurğu var. Gərginliyi artırıb azaltmaq üçün. Həmin qurğu, o yazım sözünü, gərginliyi artırıb azaltmaq üçün dəyişən cərə mənbəyində istifadə olunan qurğudur. Həmin qurğu adlanılır deməli transformator. Transformator 2 dənə sarğacdan ibarətdir. Bu sarğaclarda sarğıların sayı birindən digərinə doğru dəyişə bilər. Misal üçün deyək ki, burada sarğılar bu qədərdir. İkincisinə keçəndə deyək ki, biraz belə. Burada birincədəki sarğıların sayı N1-dir, ikincidəki N2-dir. Birincədəki gərginlik U1-dir, burada U2-dir, burada I1-dir, burada I2-dir. Transformasiya əmsalı adlanan bir kəmiyyət var. Deməli, bax, məntiq nədir? Transformator gərginliyi artırır ya da azaldır. Yəni, artıra da bilər, azalda da bilər. Nədən asılıdır? Sən baxırsan, əgər birincədəki sarğının sayı çoxdur, ikinciyə keçəndə azalıbsa, deməli, burada transformasiya əmsalı adlanan düsturu qatıram. K bərabərdir düstur, N1 bölünsün N2-dir. Sarğıların sayı azalıbsa, alçaldıcıdır. Artıbsa, yüksəldicidir. Alçaldıcı gərginliyi azaldır, yüksəldici gərginliyi artırır. Başqa bir dənəsində qoy çəkim. Deyək ki, burada azdır. Burada çoxdur. Bu yüksəldicidir. Soldan sağa keçəndə, N1-dən N2-yə keçəndə nə oldu? Artdı. Yüksəldici gərginliyi artırıb azaldır deyə. Yüksəldici gərginliyi artırır, alçaldıcı da gərginliyi azaldır. İndi baxaq. K-nın qiymətinə gələk. Tutaq ki, burada 10 dənə sarğı var, burada 5 dənə sarğı var. Alçaldıcıda K-nın düsturu N1 bölü N2-dir. Onu 5-ə böləndə neçə eləyir? 2. Yəni 1-dən böyüdür. Deməli, alçaldıcı o deməkdir ki, K 1-dən böyüdür. Yüksəldicidə tutaq ki, burada 5 dənədir, burada 10 dənədir. K-nın düsturu nədir? N1 böl N2. 5-i 10-a böləndə nə verir? 0,5, yəni 1-dən kiçik. Deməli, yüksəldicidə də K 1-dən kiçikdir. Sonra, bunun başqa forması U-ya görə var. U1 bölünsün U2. Epsilona görə yaza bilərik. Epsilon 1 bölünsün Epsilon 2. Burada da eyni qaydada. Eyni düsturunda təkrar yazmaq ehtiyac yoxdur. Aha, amma i-yə görə olanda i2 bölünsün i1 olur. Səbəb nədir? Transformatorda məqsəd odur ki, dalğanı ötürdüyümüz zaman, gərginliyi artırıb azaltdığımız zaman gücü sabit saxlayaq. Əgər güc sabitdirsə, gücün düsturu UI-dir. Deməli, UI sabitdir. UI sabitdirsə, U artdığı yerdə I mütləq nə olmalıdır? Azalmalıdır. Deməli, alçaldıcı transformatorda gərginliyi artır, amma I azalır. Yüksəldici transformatorda gərginliyi artır, amma I azalır. Sonra burada başqa nə var? Rezonans var. Rezonans da bilirdik də tezliklər bir-birindən fərqli olanda olur. Rezonans əyrisi I-nin U-dan, omegadan asıllığına görə olurdu. Məcburi rezonans deyəndə bu tip qrafik götürürdük. Bunlarda da adətən çox vaxt omega ilə işlənilir. Məsələn, XL-i soruşa bilər, L-i verir, omega L, omega buradakı qiyməti götürürsünüz. İndi və qeyd, əgər sizə uşaqlar transformasiya əmsalını müqayisə ilə deyirsə, transformasiya əmsalını verib tutaq ki, deyir tezliyi müqayisə ilə tezliyi. Transformasiya əmsalının üstündə fikir verdirsə, tezliyi yox idi. Ona görə, yəni tutaq ki, transformatorun birinci dolağında tezliyin qiyməti nüdürsə, ikinci dolağında da tezliyin qiyməti nəyə bərabər olacaq? Nüyə. Çünki K nüdən, K tezlikdən asılı deyil. Tezlikdən asılı deyilsə, deməli, perioddan da asılı deyil, omegadan da asılı deyil. Qısacası düsturunda olmayanlardan asılı deyil. Omega 1, omega 0-dırsa, 2 də omega 0-dır. Periodun T1-i T0-dırsa, T2 də T0-dır. Bu qədər.